Hörmətli izləyicilər, bugün düzəltdiyimiz qurğunu sizə təqdim edirik. Bu günəş enerjisindən işləyən bir qurğudur. Burada məqsəd gördüyünüz kollektorda günəşdən enerjini almaqla suyu qızdırmaqdır. Yəni isti su əldə etməkdir və eyni zamanda günəş panelindən deməli elektrik enerjisi məqsədləri üçün istifadə etməkdir. Və bugün ərzində apardığımız testin nəticələrinə görə 6 dərəcə temperatura qədər qaldıra bildik. Hal-hazırda da deməli bax termosensorun göstəricilərini veririk. Görürsüz, hal-hazırda deməli təxminən saat 12-1 arasıdır və 60 dərəcə temperatur qeydə alınır. Bu da gördüyünüz kollektor. Buna mümkün deyil. Bunun içərisində su var və kifayət qədər qızıl qaynayır. Belə gördüyünüz qurğunu hazırlamaqdan məqsədimiz gələcəkdə bundan belə deyək, təsərrüfatlarımızda istifadə etmək, evlərdə, mənzillərdə istifadə etmək. Əlbəttə bu ilkin prototip, ilkin versiyadır. Məqsədimiz bu işi genişləndirməkdir. Avtonom işləyir, günəşdən aldığı enerji hesabına işləyir. Həm isti su, həm də elektrik enerjisi verəcək. Bunu yaratmaqdan məqsəd deyək ki, müəyyən qədər qaza, elektrik enerjisini ekonomiya etməkdir. Düşünürəm gələcəkdə bunu təkmilləşdirməklə siz mənzillərin, evlərin üzərində də quraşdırmaqla öz şəxsi təsərrüfatlarınızda bundan istifadə edə bilərsiniz. İnşallah Allahın köməyi ilə hesab edirəm bu işləri davam etdirəcək və uğurlu nəticələr alacaq. Gələcəkdə siz də ondan istifadə edəcəksiniz. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Orada videolarım var başqa. Onları da mən sənə verəcəm. Termodaktik saat hamısı. Düşün, onu götürüb eləyəsən. 60 saxlayır da görürsən kişi kimi. Nə deyirsən? 2-3 saatda 60 dərəcədə saxlayır.